Ekranlara yaxın oturun dəyərli izləyicilərimiz. Bugün sizlər üçün Binaçılıq qəsəbəsində 4 sotda 150 kvadrat metrli bir evin təqdimatını edirəm sizlər üçün. Evimiz Hicaz təndirinin tam arxasında yerləşir. İdeal bir məhəllədə çox geniş və ürəkaçan bir evdir. Gördüyünüz kimi evin həyət hissəsi ilə tanış oluruq biz. Həyətə bir neçə maşın rahatlıqla daxil ola bilər. Sağ hissədə gördüyünüz kimi yaşıl ağaclar əkilib, həmişəyaşıl ağaclar var, güllər var. Və eyni qayda sol tərəfdə də həmçinin və həyətimizdə bisetka üçün yer saxlanılıb. Həyətin su traplarına kimi qoyulub. Görürsünüz. Yəni həyətdə su qalmayacaq. Dəyərli izləyicilər. Bu yağışlı havalarda Bakının çox qəsəbəsi su basdığı halda Binaçılıq qəsəbəsində bir damcı olsun su yoxdur. İnşallah gəlib görsəniz özünüz də şahid ola bilərsiniz. Əziz müştərilərimiz, evimiz ümumilikdə 150 kvadrat metrdir. Təmiz yaşayış hissəsini deyirəm sizlərə. Evimizin zabor zaborlarına kimi tam qabançıq daşlar üzlənilib. Evimizin üz qabığı da eyni qayda daşlarla, təbii qabançıq daşlarla üzlənilib. Dörd bir tərəfindən yol qoyulub, keçid məntəqəsi var evin dörd tərəfindən. Evimizdə yalnız şəxsi əşyanızı götürün, gəlin yaşayın. Dəyərli müştərilər, çox geniş bir koridorumuz var. 2 metrdən böyük, 3 metrə yaxın bir koridorumuz var. Gözəl bir əl işləməsi tavan və divarda dekorativ 3D aboylar. Başlayaq mətbəx hissəmizdən. Onu da qeyd edim ki, koridorumuz istipoldan ibarətdir, mətbəx də istipoldur. Mətbəximiz 20 kvadrata yaxındır. Mebel yeni istifadə olunmayıb. Mətbəx mebelinin üstü rezapal hissəsi mərmərdən yığılıb. Burada moykasına kimi mərmərdən yığılıb. Kətan aboylar, bahalı qapılar, boyalı qapılardır. Və müştərilər üçün ən çox maraqlı gələn yer qonaq otağıdır. Qonaq otağı geniş olsun. Və bu genişlikdə 40 kvadratdan çoxdur, 45 kvadrata yaxın qonaq otağı var, dəyərli müştərilər. Yer laminatdır, gördüyünüz kimi 15 seksiyalıq 2 batarka qoyulub ki, tam evi qızdırmaq üçün. Bu da kifayət qədər yaxşıdır. Və tavan hissəmizi görürsünüz, gizli işıqlar, fiqurlar, çılçıraq hamısı qaydasındadır. Və TV stenti yerdə yığılıb, 2 yerdə yığılıb ki, istədiyiniz yerdə qoya bilərsiniz. Pəncərələr baharlı pəncərələrdir, deyək ki, karışməkdə pəncərələr biraz bahalı olur, bilənlər bilir. Bura birinci yataq otağı. Ən balaca otaq buradır, dəyərli müştərilər. Bu da 15-16 kvadrat var. Və ikinci yataq otağı. Otaqları da hamısında radiator qoyulub, seksiyalar yerindədir və divar gördüyünüz kimi aboylar, işıqlı aboylardır, kətan aboylardır, yer laminatdır. Və ən nəhayət üçüncü yataq otağı. Və bura tam təmirlidir, yan hissədə kombi otağı yerləşir, su çəni qoyulub. Pəncərə reşotkası kimi qoyulub, dəyərli müştərilər. Və hamam otağı sizə tanış edirəm. Geniş və təmirli hamam otağı və yan hissəsində ayaq yolu aksesuara kimi quraşdırılıb, tam təmirli vəziyyətdədir. Əziz müştərilər, sənədimiz sərəncamdır. Qiymət 165.000 manatdır, real alıcı endirim olunacaq. Sağ olun, sağ olun qalın.